Deməli, bugün bazar günüdür. Bugün bazar günündə biz başladıq. Alqı-satqılarla, yoxlanışlarla. Bir dənə Toyota Prado var idi, onu yoxladıq, yola saldıq. Bir dənə BMW var burada, onun yoxlanışı olacaq. Daha sonra isə bir dənə BMW G05'imiz var. Hər zamanki kimi BMW olmazsa olmazımızdır. Deməli, bu avtomobil 2018 modeli 19-a yığılıb və avtomobil sahibi bunu barter əvəzi götürüb. Gətirdi bizim yanımıza ki, qardaş, zəhmət olmasa bu avtomobili yoxla. Görək ki, bu avtomobildə nə problem var. Çünki alanda uduzmaq istəmirəm, belə deyək. Avtomobili yoxladıq, check-up elədik, yoxladıq. Askı sistemindəki, periodikdəki bütün nəyə var yoxladıq. Demək ki, askı sistemində heç bir problem yoxdur. Elektronikasında heç bir problem yoxdur. Yürüyüş məsafəsi orijinaldır. Mühərrik hissəsində bütün silindirlərin vəziyyətinə də baxdıq. Gilizə də baxdıq, gilizdə iz yoxdur. Porschenin vəziyyəti yaxşıdır, klapanlar yaxşıdır. Çünki daimi olaraq 95 oktanlı yanacaqdan istifadə olunur. Avtomobildə ciddi olaraq heç bir problem yoxdur və avtomobil sahibinə də xeyirli uğurlu olsun inşallah. Kimi ki, avtomobildə check-up yoxlanışı ehtiyacı var. Fərq eləmir. Həftə içi də, həftə sonu da avtomobilin altına tutmuş üstünə qədər bütün hər bir yoxlanışı biz eləyirik və nəzərinizə çatdırmaq istəyirəm ki, bizim üçün fərq etmir. İstəyir satan olsun, istəyir alan olsun. Avtomobildə nə problem varsa, hamısı deyilir. Təşəkkürlər, izləmədə qalın.